bu məqamda yerinə düşər deyə düşündüm. Qəlbin evi ey qardaşım, tövhid ilə abad olur. Qəlbin evi ey qardaşım, tövhid ilə abad olur. Şək yox ki, bunda ruhumuz tövhid ilə azad olur. Şək yox ki, bunda ruhumuz tövhid ilə azad olur. Tövhid ucaldar ruhunu sən qullara bir qul ikən. Tövhid ucaldar ruhunu sən qullara bir qul ikən. Allaha qul eylər səni, bununla sənə imdad olur. Bununla sənə imdad olur. Ən çox onu sevmək gərək, ən çox da ondan qorxmalı. Bax, böyle olmazsa əgər, son mənzilin bərbad olur. Tək Allaha möhtac ikən əymə başı sən bəndəyə. Tək Allaha möhtac ikən əymə başı sən bəndəyə. Çünki bunu etmək özü bir şər olur, ifsad olur. Çünki bunu etmək özü bir şər olur, ifsad olur. Gəl İslamı öyrənməyə ilk gündəki İslam kimi. Gəl İslamı öyrənməyə ilk gündəki İslam kimi. Öyrən o cür ki, təlimində Peyğəmbər ustad olur. Öyrən o cür ki, təlimində Peyğəmbər ustad olur. Qoyma sənə ustad ola qeyriləri din öyrədə. Yoxsa görərsən ki, sənə bir başqa yol icad olur. Yoxsa görərsən ki, sənə bir başqa yol icad olur. Yəni, ilk gündəki İslam təlimini öyrənməyə çalış, vallahi. Ey dini axtaran insan, Peyğəmbərin təlimini axtar, özünə yazığın gəlsin, tövhidi öyrən. İslamın əzəməti tövhiddədir. Tövhidsiz necə din ola bilər axı?